Gitar çalmağı öyrənirəm part 4. Bugünkü videoda isə yuxarıda qeyd etdiyim mahnının nəqarət hissəsini çalmağı və oxumağı bir yerdə öyrənəcəyik. Mahnını necə çalmağı öyrəndiyim video isə bu video olacaq. Bu videonu izləyəcəm və oradakı təlimatlara uyğun məşqlər edəcəm. Sonda isə görək nəticəmiz necə olacaq. Əvvəl olaraq deyim ki, bu mahnını çalmaq üçün kapo da lazımdır. Mahnını sol tonunda çalırmışıq, yəni kapo 3-cü pərdədə olacaq. Ritm isə 4-4lük ritmdir, yəni aşağı, aşağı, yuxarı, yuxarı, aşağı, yuxarı. Əgər süslü çalmaq istəsəz, edəcəyimiz 4 dənə akord var. YM, AM, C və bir dənə də BM var. BM bareli akordu. Bildiyiniz kimi hələ ki bare üzrə çalışmamışam və BM-in baresiz versiyası isə birinci barmaq birinci tel, ikinci barmaq ikinci tel, üçüncü barmaq üçüncü tel, bu şəkildə. İndi əlbəttə ki, əsas məsələ YM, AM, C və BM arasındakı keçidləri öyrənməkdir. İndi keçidlər üzrə çalışacağım, sonra ritm üzrə ayrıca çalışacağım, sonra keçidlərlə ritmi birləşdirməyə çalışacağım və sonra isə oxuyub çalmağa çalışacağım. Görək axırda nə çıxacaq.